Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in. Ve salatu ve selamu ala seyyidina Muhammedin ve alihi tayyibine tahirine me'asumin. Siyama begiyetullahi fil arazin ve la'netullahi ala a'daihim ecma'in minel âne ila kıyami yevmiddin. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı cümlemizin üzerine olsun. Bildiğiniz gibi bu günleri Arefe günüdür. Allah Teala bu günü de cümlenize bereketli ve mübarek eylesin. Həmişəki kimi yenə də Adəm əleyhissalamın söhbətinin davamını edirəm. Təxminən bir 2 dənə ya 3 dənə söhbət qalıb. Ondan sonra yenə də əvvəlki söhbətimizə qayıdacaq. Yəni bilirsiniz də Kərbəla hadisələrin mən danışıram. Əsasən söhbət orada qalıb ki, Əli Əkbər, Cənab-ı Əli Əkbər Əhl-i Beytlə vidalaşıb meydana getməsində dayanmışıq. İndi isə Adəm əleyhissalamın söhbətinin davamını edirəm. Adəm əleyhissalam əhli əyalına zəhmət çəkib pul qazanıb gətirmək, Həvva aybaşı görmək və dünyaya uşaq gətirmək əzabına giriftar oldular. Şeytanın xilqəti təğyir tapdı. Yəni surəti dəyişdi. Həm erkək oldu və həm də dişi. Elə ki yerə düşdü, özü ilə cima edib 4 yumurta qoydu. Bu yumurtaları dünyanın 4 tərəfinə dağıtdı və bu yumurtalardan başladı cücə kimi bala çıxmağa. Şeytanın övladları da özü kimi özləri ilə cima edib yumurta qoyub çoxalmağa başladılar. Tovuz quşunun o gözəl cəmalı getdi, həmişə xəcalətli oldu. İlanın surəti dəyişib, özü zəhərli oldu və dili lal oldu və ayaqları yox oldu. Bana elədi qarnı üstə sürünməyə. Adəm əleyhissalam ilə Həvva behiştdə yarım gün qaldılar. Bu dünyanın illəri ilə təxminən 500 ildir. Elə ki Adəm və Həvva dünyaya düşdülər, 300 il xəcalətlərindən başlarını yuxarı qaldırıb səmalara tərəf baxmadılar. Etdikləri günahlarına görə peşman olub 200 il ağladılar. Adəm əleyhissalam və Həvva çox uzun idilər. Günün hərarətindən Allah Teala'ya şikayət etdilər. Allah Teala'nın əmri ilə Cəbrail əleyhissalam onları məsx edib, onların bədənləri 30 zirayı güdəldi. Yəni bir zirayı bilirsiniz də insanın qolunun barmaqlarının ucundan ta dirsəyə qədər olan məsafəyə bir zirayı deyərlər. Barmaq dedikdə əl barmaqları nəzərdə tutulur. Allah Teala onları bir-birlərindən ayrı saldı. Belə ki, tənhalıqdan vəhşət edirdilər. Sonra Adəm əleyhissalam özünün çılpaq və ac olmağından Cəbrail əleyhissalama şikayət etdi. Cəbrail əleyhissalam cənnətdən bir qoç gətirdi Həvvanın yanına. Cəbrail əleyhissalam o qoçun yununu qırxıb Həvvaya verdi ki, yunu əyirib toxusun. Belə ki, yunu əyirib toxumağı Həvvaya təlim etdi. Elə ki, Həvva yunu əyirdi və toxudu, Cəbrail əleyhissalam onu gətirib verdi Adəm əleyhissalama. Amma demədi ki, yunu Həvva toxuyub, əyirib. Sonra Cəbrail əleyhissalam cənnətdən bir cüt öküz gətirdi. Biri qara, biri qırmızı verdi Adəmə. Ona təlim etdi yeri əkməyi və toxum səpməyi, döyməyi və üyütməyi və çörək bişirməyi. Elə ki, Adəm əleyhissalam çörəyi bişirdi, yedi. Adəmə susuzluq ariz oldu, bir qədər su içdi. Fəzalət ona əziyyət etməyə başladı. Adəm əleyhissalam yenə Cəbrail əleyhissalama şikayət elədi.
Cebrail onun aşağı tarafından iki deşik açtı. Fezalet o deşiklerden bayrağa geldi. Adem Aleyhisselam rahat oldu. Ne kadar ki ac idi, öz hayına kalmıştı. Elə ki toxlaşdı, Havva yadına düşdü. İnsan belədir, elə ki ac olur, yəni kasıb olur, öz başının hayına qalır. Amma elə ki tox oldu, pulu başından açdı, başlar fironluq etməyə, ona buna məzəmmət edib özünü öyməyə və s. xoşa gəlməz əməllər etməyə və elə ki insanın işi müşküllü olur, başlar Allahı yadına salıb Allaha yalvarmağa. Elə ki işi xod getdi, heç vaxt Allah Teala onun yadına düşmür. Başı qarışır dünyanın ləzzətlərinə. Xülasə, Adem Aleyhisselam Cebrail'den sual etti ki, Havva vəfat edib ya diridir? Cebrail Aleyhisselam ərz elədi, diridir və onun halı səninkindən yaxşıdır. Dərya kənarında balıq seyd edib, yəni balıq ovlayıb yeyir. Adem Aleyhisselam dedi, ya Cebrail, bu gecə onu yuxuda gördüm. Cebrail Aleyhisselam ərz elədi, müjdə olsun sənə ki, tezliklə bir-birinizə yetişəcəksiniz. Elə ki Adəmin qəm günləri tamam oldu. Allah Teala Adəmə Ya Rabbi Hakkı Muhammed sallallahu aleyhi ve sellem ayesini talim ettirdi. Adem Aleyhisselam bu duanı okudu. Bu duanın səbəbinə Allah Teala vəhy elədi ki, sənin günahını bağışladım və tövbəni qəbul etdim. Köç get Məkkəyə. Mənim evimi təvaf elə və məndən istə ki, xətanı mən bağışlayım. Buna görə deyilir ki, hər kəs Allahın evini təvaf edib Allahdan bağışlanmağını istəsə, Allah Teala onu bağışlayar. Sonra Allah Teala bir mələk göndərdi ki, Adəmi Məkkəyə dəlalət etsin, yəni yolu göstərsin. Mələk yerə enib Adəm Əleyhisselamı Məkkəyə dəlalət elədi. Elə ki Adəm Əleyhisselam Məkkəyə daxil oldu, Allahın əmri ilə Adəm Əleyhisselam başı açıq və bədəni üryan 7 dəfə Allahın evini, yəni Kəbəni təvaf etdi. Və odur ki, bu növ ilə təvaf etmək qayda qanun oldu. Və 7 təvaf günahların kəffarəsi hesab olundu. Elə ki Adəm Əleyhisselam həcci tamam elədi, getdi Ərəfata. Orada Havva ilə görüşdü. Havva ilə Adəmin ayrılıq zamanları 500 il olub və ayrı qalmaqları məşhurdur. Və orada 2 gün əyləşdilər. Sonra Məhşərə və sonra Minaya, daha sonra Məkkəyə qayıtdılar. Bir az müddət Məkkədə qaldılar. Sonra Hind tərəfə köç etdilər. Hind ətrafında Allah Teala 8 cift heyvan, yəni 8 cüt cənnətdən Həzrəti Adəmə göndərdi. Biri erkək, biri dişi. Öküz, cift, qoyun, camış, keçi, dəvə, ulaq, toyuq, tayin ki bunlar ilə güzəran eləsin. Sonra Allah Teala Cəbrail Əleyhisselamı göndərdi ki, Adəm Əleyhisselama ibadət vaxtlarını şəhər abad etməyi, halalı və haramı və 29 əlif, beyti və s. ərəbi hərfləri, yəni Quran hərflərini ona təlim etsin. Sonra Adəm Əleyhisselama 10 səhifə nazil elədi. Yeri gəlmişkən burada bir məsələni sizin nəzərinizə çatdırım ki, biləsiniz ki, ümumilikdə Allah Teala'nın öz peyğəmbərlərinə nazil etdiyi kitabların sayı 104 ədəddir. Kitablarda onların sayları belə qeyd edilmişdir. Adəm Əleyhisselama 10 səhifə, Şeyh isə 50 səhifə, İdrisə 30 səhifə və İbrahimə 10 səhifə. Bunlar səhifə sayılır, 4'ü də kitabdır. Yəni 100 səhifədir, 4'ü də kitabdır. Tevrat Musa'ya nazil olub, İncil İsa'ya nazil olub, Zəbur Davuda nazil olub. Sonra da Kur'an'dır ki bizim Peygamberimiz sallallahu aleyhi ve selleme nazil olub. Digər bir rəvayətdə isə belə deyilir. İmam-ı Sadiq əleyhissalam Əbu Zər də elə bir şəxsiyyət olub ki, Peyğəmbər sallallahu aleyhi ve sellem onun haqqında xəbər verib ki, Əbu Zərin dilindən heç vaxt yalan çıxmayıb, çıxmaz da. Əbu Zərdən və o da Peyğəmbərimizdən nəql edilir ki,
Həzrət buyurmuşdur. Belə çıxır ki, yəni Peyğəmbərimiz buyurmuşdur. İbrahimin suhufu 20 səhifə olub, amma Adəmin 10 səhifəsindən ad aparılmayıb. Yəni Adəmin 10 səhifəsi olmayıb. Əsl həqiqətdə o 10 səhifədə İbrahim Peyğəmbərin 10 səhifəsinin üstünə gələndə olur 20 səhifə. Və hər hal alimlərimiz belə deyiblər. Biz də onlara istinad edib söz deyirik. Sonra donuz ətinin və şərabın haram olması və sair haram şeylərin adları təlim etdi. Elə ki, Həvva hamilə oldu. Əvvəlinci bətində 2 övlad dünyaya gətirdi. Bir oğlan, bir qız. Oğlanın adını Habil, qızın adını isə Layusa qoydu. Sonraki yenə də Həvva bir qız və bir oğlan dünyaya gətirdi. Qızın adı Əqlimə, oğlanın adı isə Qabil adlandı. Xülasə, Həvva hər ildə bu növü ilə 2 uşaq dünyaya gətirirdi. Biri zükür, biri ünas. Yəni biri qız, biri oğlan. Fəqət Şeyh əleyhissalam Həvvadan tək dünyaya gəlib və hədisə görə 20 bətin və ya 100 bətin Həvva uşaq dünyaya gətirib. Elə ki, Adəm əleyhissalamın övlad zükuru, qabiliyyət həddinə baliq oldular. Onların hər birini bir sənətə təyin elədi. O cümlədən Habil qoyun otarırdı və Qabil əkin əkirdi. Yəni buğda, arpa, tayin ki, 2 qardaş bir məsələdə xilaflıq edib mərafiyəni, yəni o mübahisəni öz aralarında olan, yəni mübahisəni atalarının qulluğuna gətirdilər. Adəm əleyhissalam Habili haqlı gördü. Qabilə cavab verdi ki, haqq Habilin tərəfindədir. O düz deyib, Qabil razı olmadı. Adəm əleyhissalam işi belə görüb dedi, gedin məsələnizi dərgah-ı Xudavənd aləmdə sual edin. Bu qərar ilə ki, hər biriniz öz zəhmətindən qurbangaha qurban aparın. Hər kəsin qurbanı qəbul olsa, bilin ki, o haqlıdır. Ona bəna Qabil bir dərz, sümbül və Habil bir qoç qurbangaha apardılar. O zaman qurbanın qəbul olmaq əlaməti od aparmaq idi. Yəni həmən qurbanı ot gəlib aparardı. Habilin qurbanı ot apardı. Çünki Habilin ürəyi pak idi və apardığı qurbanı qəlbən və qoyunlarının ən kökünü və gözə dəyənini aparmışdı. Amma Qabilin niyyəti bu idi ki, qurbanın qəbul olar və ya olmaz isə haqq mənim tərəfimdədir. Özünün nadanlığı cəhətinə özünü haqlı bilirdi. Həqiqətdə də elmi olmayan nadan və cahil insanlar həmişə özlərinin əyri işlərini də düz və özlərini pak hesab edirlər. Amma bilmədi ki, yəni Qabil bilmədi ki, həqiqətdə o düz yolda deyil. Və Allah Teala pak qəlblərdən qurbanı qəbul edər. Söhbəti burada dayandırıram. İnşallah gələn söhbətimdə Qabilin Habili öldürmək məsələsi. Orada yəni 5 dənə variant var. Yəni hansı səbəblərdən yəni Habili öldürməsi haqqında xəbərlər var və onların izahları haqqında inşallah söhbət edəcəyəm. Allahın izni ilə indi isə Allahın amanında olun. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu.